Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün bir ədəd toyuq götürmüşəm. Hardasa kilo yarımlıq broiler toyuğudur. Ətindən bilinciklər hazırladım. Həm lavaşda, həm də belə bilincik xəmirində. Bu arada bilincik xəmirinin hazırlama qaydası YouTube kanalımda var. Keçid eləyib baxa bilərsiniz. Bulyonunda da sup hazırladım. Makaron supu. Bir də lavaşda üstü xırçıltılı bu cürünə dadlı bilinciklər hazırladım. Keçirəm hazırlanma qaydasına. Toyuğun dərisini tamamilə çıxartdım. Yudum, 4 yerə bölüb qoydum qaynasın. Deməli, qaynara düşdü, kəfini yığdım. Bir ədəd soğan, bir ədəd kökü bölüb, deməli, qazana qoydum. Sarı kök, duz əlavə eləyib, qoydum qaynasın. Toyuq bişəndən sonra, deməli, toyuğun ətini sümüyündən ayırdım. Ət maşının iri gözündən keçirtdim. Kökü də çorkadan keçirdib hazır qoymuşam. Soğanı da təmizləyib yumuşam, xırda-xırda doğrayıb əlimin altında hazır qoydum. Tavaya kərə yağı əlavə edeyim, çünki toyuğu kərə yağında bişirəndə daha dadlı olur. Soğan əlavə elədim yağa və kökü də əlavə elədim. Yaxşı-yaxşı bişirdim. Çox qızartmadım, amma tam bişirdim. Sarı kök də əlavə elədim, biraz da duz əlavə elədim. Ətə deməli duz vurmuşdum, ona görə soğana da biraz vurdum ki, yaxşı-yaxşı qaçdıranda dadları bir-birinə qaçırsın. Ondan sonra toyuq ətini də ət maşından keçirdiyim toyuq ətini də yavaş-yavaş az-az əlavə edirəm ki, yeri dardır, dağılmasın deyənə az-az əlavə eləyib yaxşı-yaxşı qaçdırdım. Hətta biraz burada videoda düşməyib, yenə yağ əlavə elədim. Bu ət biraz yağı çox aparır. Duz istəyir, zövqəyə görə vurdum. Deməli, içliyimiz hazırdır, qoydum kənara. İndi keçirəm sup hazırlanma. Qazana azca quru yağ əlavə elədim, çünki bulyonun öz yağı da var. Doğradığım soğanı, torpadan keçirdiyim kökü, kartofu, bolqar biberlərini, sərmisağı, bu arada bolqar biberlərini məndə buzdolabında var idi, əlavə elədim. Bunların hamısını qazana əlavə edirəm. Bir də çörpədən keçirdiyim tomatı, bir çay qaşığı da, çörpədən keçirdiyim pomidoru, bir çay qaşığı da tomat əlavə edib. Bunları biraz qazanda pişirdim, qızartdım. Tam qızarmaq demək olmaz, amma yenə biraz qaçdırdım. Sonra süzdüyüm bulyonu əlavə elədim. Bulyonu süzmüşdüm. Əlavə elədim bu tərəvəzlərin üzərinə və qoydum qaynamaya. İndi isə bilincikləri bükürəm. Əvvəlcə bu xəmirdə hazırladığım bilinciki bükdüm. Bunlar buzdolabına gedəcək. Bu cürünə bir qablara yığdım. Üstünə streç çəkib qoyacağım. Buzdolabında qalacaq. Haçan istəsəm götürüb istifadə edərəm. Baxın, bilinciklər necə nazikdir. Videoda belə görünə bilər ki, ətini az qoyuram. Amma ki, bilincik çox nazikdir. Çox ətə ehtiyac yoxdur. İndi zövqə görədir. O da kim istəyər çox ət əlavə eləyə bilər. Bir də ki, bir paçka lavaş içində 10 dənədir. 10 dənə də belə lavaşda bilincik bükdüm. Lavaşın içinə əti biraz çox əlavə edirəm. Çünki lavaş biraz qalindir. Bilinciklərimiz hazırdır. İndi isə lavaşda olan bilinciki qızardıram. O yüz bu yüz qızardıb bilincikləri yığdım. İndi isə keçirəm supa. Sup deməli kartof, biberlər pişdi, tərəvəzlər pişdi, tam pişib. Bunun da
Çox çəkmirəm. Biraz diri saxlayıram da bəzi. Yəni ki, kartof qaldı diri bibərlərdən. Yəni çox keçirtmərəm rəndirdən, yüngülvari. Ondan sonra xırda makaron əlavə elədim. Burada videoda çox görünmür, amma bir qədər əlavə eləmişəm. Yəni qazana uyğun, bulyona uyğun əlavə elədim. Qapağını qoydum. Ta ki makaronlar tam bişənə qədər, yumşalana qədər bişirdim. Supumuz hazırdır. Bir dənə qənnətdə saxlamışdım uşaq üçün. Keşnişiyut da biraz doğrayıb əlavə elədim. Bu bilinçiklər buzdolabına gedəcək. Supla lavaşda olan bilinçiklər şam yeməyinə hazır elədim. İnşallah güman edirəm bəyənərsiniz. Bəyən düyməsini basıb abunə olmağı unutmayın. Əziz izləyicilərim. Sağ olun, sağlıqla qalın.